Deməli, bugün sizinlə biz inaf qaydası haqqında danışacağıq. İlk olaraq inafın tərcüməsinə baxaq. Tərcüməsi kifayət qədər tərcümə olunur. Yəni, məsələn, mənim kifayət qədər pulum var, kifayət qədər kitabım var və s. Və inafın müəyyən işlənmə yerləri var və özündən sonra necə isim gəlir? Ən çox qaydalarda bizə bunlar lazım olacaq. İlk olaraq inaf özündən sonra həm sayılan isim gətirə bilər, həm də sayılmayan isim. Amma sayılan isim gələcəksə, mütləq cəm olmalıdır. Yəni, countable və plural olmalıdır. Yəni, sayılan tək isim gələ bilməz. Məsələn, deyirik ki, bu da məntiqən də düz gəlmir onsuz da sayılan tək isim olmağı. Məsələn, deyirsən ki, kifayət qədər kitab, o böyük ehtimal ki, birdən çox olmalıdır ki, o cəm isim olsun. Yəni, məsələn, deyirsən kifayət qədər kitab, kitablar olur orada, books. Biz orada enough book deyə bilmərik, qrammatik cəhətdən səhv olacaq. Yəni, mütləq sayılan cəm isim olmalıdır. Və sayılmayan isim də gələ bilər, o da mümkündür. Məsələn, deyirik ki, kifayət qədər məlumat, enough information. Bu da sayılmayan isimdir. Bu da, yəni qrammatik cəhətdən ikisi də mümkündür. Sayılan cəm və sayılmayan. Və enough'ın isim, sifət və zərflə işlənmə yerləri var ki, enough onlardan sonra gəlirmi, yoxsa əvvəl gəlir? Birinci baxırıq isimə. Əgər enough isimlə işlənəcəksə, birinci enough işlədirik, sonra isim gəlir. Yəni, enough plus noun. Məsələn, bayaqki ifadələrdə də qeyd etmişik. Baxın, enough information, enough books və s. Məsələn, deyirəm ki, mənim kifayət qədər dostum var deyə bilərik. I have enough friends. Burada gördüyümüz kimi plus noun oldu. Amma adverb və adjectivə baxdıqda, əgər sifət gələcəksə, biz birinci sifəti yazırıq, sonra enough'ı yazırıq. Məsələn, deyirəm ki, I am, bir dəqiqə, klaviaturanı dəyişək. I am not tall enough. Mən kifayət qədər, məsələn, hündür deyiləm. Baxın, burada birinci tall gəldi, yəni sifət, sonra enough gəldi. Yəni, enough sifətdən sonra gəldi. Eyni ilə adverb qaydasında da birinci adverb yazacaq, sonra enough'ı qeyd eləyəcək. Məsələn, deyirəm ki, o kifayət qədər çox çalışmadı. She didn't work hard enough. Yəni, kifayət qədər çox çalışmadı. Burada da baxın, birinci zərfi gətirdik, yəni hard, sonra enough. Deməli, biz baxdıq birinci enough'ın tərcüməsinə, sonra özündən sonra nə gəlir? Countable və plural, yəni sayılan cəm və, burada countable qeyd etmişəm, sorry. İndi uncountable, yəni sayılmayan. Sonra baxırıq, enough plus noun, deməli, isimdən öncə gəlir, sifətdən və zərfdən sonra gəlir. Bu qədər.